Böyük qardaş proqramının icrası uğurla davam edir. Xocalı şəhərin növbəti dəfə sakinlərini qarşılayıb. Yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 33 ailə. Onlar düz 33 ildir vətən həsrəti ilə yaşayırdılar. Artıq bu niskil bitdi. Xocalının daha 137 sakini öz yurduna yola salınıb. Yola düşərkən üzlərindəki sevinci görməmək sadəcə mümkün deyildi. Bugünkü gündə qayıdırıq öz torpaqlarımıza, öz yurdumuza, öz evimizə, öz elimizə qayıdırıq. Çox sağ olsun möhtərəm prezidentimiz, şəhidlərimiz, bir də qazilərimiz. Çox şadam ki, bugünkü günü bizə Allah nəsib eylədi. Daim olsun inşallah. Yerimiz, yurdumuz, obamız doğmadır. Çox sevinirik ki, bu günü gördük. Allah bütün şəhidlərə rəhmət eləsin. Şəhidlərin qanı bahasını alıb torpaq. Allah qazilərə can sağlığı versin. Beləliklə, növbəti köç karvanı da Xocalı şəhərinə çatdı. Sakinlərə mənzillərinin açarları təqdim olundu. Qeyd edək ki, indiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin daimi məskunlaşması təmin edilib. Sadiq Məmmədov, Rəşidə Zülfüqarova, ASTV xəbər.